Salam aleyküm. Demek burada X amin turşusu veribdi. Bir de Y amin turşu veribdi. Biz amin turşu necə yazaq? Rahat olması üçün alkan yazırıq. Alkan hidrogen ikisini silirik. Bir tərəfinə karboksil yazırıq. Bir tərəfinə də NH2 yazırıq. Bu birisinin də olduğu kimi köçürülür. Karbon N, H2N. Sadəcə burada Y-də 14 vahid çoxdur. Yəni bir CH2 artıqdır. Yəni bir CH2 var da Y-də. X-də yoxdur. Ona görə bir CH2 əlavə edirik. Burada deməli NH2 yazırıq. İndi burada təbii ki bizə nə deyir? Alınan dipeptiddə sigma rabitə deyir 37-dir. Dipeptid əmələ gələndə bax buradan OH-ı silirəm bax birincidən. Y-dən də NH2-dəki H-ı silirəm. Baxın, bu hissədən OH-ı sildim. Buradan da H-ı sildim. Və ümumi sigmada ümumi atomdan bir vahid əskikdir. Sikl olmayan birləşmələrdə. Burada deməli diqqətlə baxırıq ki, ümumi atom yuxarıda nə qədərdir? Bax, 3N buradadır. Yazıram 3N. Sonra 3'ü burada. İkisi burada 5. 3N plus 5 buradadır. Deməli ümumi atom. Aşağıda 3N buradadır. NH-da 2 dənədir. Deməli CH2-də 3 dənə. Elədi 5. Sonra COH-da 6, 7, 8, 9. Ümumi atom 6N plus 14'dür. Dedim onda sigmada bir vahid əskik. 6N plus 13. O da nəyə bərabərdir? 37'yə. Buradan 6N bərabərdir 24'ə. N də bərabərdir 4'ə. Biz tapdıq ki, bunların deməli N-i 4'dür. N-i 4'dür. Fikir verin. Mən bura 4 yazsam, bu N-in yerinə 4 yazsam, bu eləyəcək C4H8. C4H8. Bu pozuram. C4H8. Yəni necə yazacağım bunu? NH2. Sonra 4 dənəni belə yazıram. 1. Hidrogensiz yazaq. 1, 2, 3, 4. Bir də əlavə burada nə var? Karboksil var. Sadəcə burada alfa amin turşu dediyinə görə mən NH2-ni gətirirəm. COH-dan sonraki karbon axı alfadır. Bura yazıram. Sonra yazıb ki, burada X-in molekulunda bir ədəd üçlü karbon var. Bunun birini də buradan silirəm qıraqdan. Gətirirəm, üçlü yaradıram. Və sonra bunu nömrələyirəm. 1, 2, 3, 4. Olacaq da amin tərəfdən nömrələyirəm və amini oxuyuram birinci. Olur 2 amin, 3 metil, 4'ə nə deyirlər? Butan turşusu. Tapdıq ki, deməli, burada X olacaqdır. 2 amin, 3 metil, butan turşusu. Bu belə. Bunu tapdıq. Müəyyənlədi ki, deməli, X bizdə nə oldu? Deməli, karbon H3, karbon H, karbon H3, karbon H, NH2, COOH. Yəni bu belə oldu. 5 dənə karbonu var və adlandırdıq. İndi biz N-i bayaq 4 tapırdıq. 4'ü bura yazanda bu olur C4H8. 4 dənə karbon burada. Bir də burada 5, bir də karboksil. 5 dənə, 6 dənə karbonu var karboksildən bir yerdə. Və alfa amin turşu dediyinə görə biz belə yazırıq. Deməli, Y-i də belə yazırıq. 1, 2, 3, 4, 5, 6. 6-cı karboksildir. Amin qrupunu gətiririk alfa vəziyyətinə. Sadəcə burada yazıb ki, deməli, Y molekulunda 2 asimetrik var. Bu artıq bu NH2 birləşən karbon asimetrikdir. Aydın məsələ. Çünki 4 müxtəlif qrupla birləşib də. Bir dənə də asimetrik istəyir. Bunu buradan silirəm. Gətirirəm və bura birləşdirirəm. Oldu artıq 2 dənə asimetrik. Hidrogenlərini düzəldək. Deməli, burada karbon H, karbon H, karbon H3. Karbon H2, karbon. Bu da oldu Y. Bunu adlandıranda 1, 2, 3, 4, 5. Bunun da adı olacaqdır 2 amin, 3 metil, pentan turşusu. Artıq biz bunların adlarını müəyyən elədik. Bizə lazım olan şəkildə biz amin turşuları müəyyən elədik. X hansıdır, Y hansıdır bildik.
İndi 28-ci sualın cavabı hazırdır. 29'a deyir ki M-i tap. İndi burada biz dedik ki M yani X-ində da, X-ində 5 dənə karbonu var axı. 5 dənə karbonu var. Yəni amin turşuların deməli bayaq biz belə yazdıq da C4H8 oldu burada. Burada NH2 oldu. Burada deməli COH oldu. Elə deyilmi? Yəni biz bunu belə tapdıq da. C4H8 56-dır. NH2 16-dır. COH da ki deməli 12 üstəgəl 33. 117. Və M neçədir? 117-dir. İndi dipeptid molekulunda qeyri-polar kovalent rabitə. Ümumiyyətlə burada deməli qeyri-polar kovalent karbon sayının bir vahid ətki olmalıdır. Və çox adam burada nədə çaşır? Burada 5 karbon var. Daha da burada deməli X-də 5 karbon var. Y-də də dediyi 6 karbon var. Deyir 11 dənə karbon varsa 10 dənə qeyri-polar var. Xeyr. Xeyr. Burada diqqətli olmaq lazımdır. Bu o zaman olur ki, bu karbonlar dipeptiddə hamısı bir-birindən birləşirlər. Burada karbonlar bir-birlərindən birləşmir hamısı. Məsələn, fikir verin, mən bunu başa salmışdım. 5 dənə karbon deyil, 1, 2, 3, 4, 5 belə deyil, məsəl üçün də, düzdürmü? Burada demək, bunun 5 dənə karbonu var. Bunun CO'sunla bunun NH-ı birləşir. Dələri NH2 yazmıram. Bunun da 6 karbon var. 1, 2, 3, 4, 5, 6. Və fikir verirsiniz, karbonlar, bunun karbonlarla bunun karbonları bir-birlərinə birləşə bilmədi. Fikir verin, ortada NH imkan vermir bunları birləşməyə. Ona görə də ayrıca baxıram. Burada 5 dənə karbon var, ona görə 4 dənə qeyri-polar. Burada 6 dənə karbon var, 5 dənə qeyri-polar. Olur 9 dənə qeyri-polar. Yəni bilin nəyə görə olmadı. Aydındır. Məsələn, biri var ki, məsəl üçün mən etil radikalınla propili birləşdirmə, bunlar birləşdilər, hə, bu aydın məsələ. Burada isə bu karbonlar bir-birlərindən, yəni X amin turşusunun karbonunla Y amin turşusunun karbonu bir-birlərindən birləşə bilmirlər. Çünki orada peptid rabitəsi yaranır. Orada amin turşulardan birinin CO'sunun karbonunla digərinin NH-ının N arasında rabitə yaranır. Ona görə. Sonra gəlir burada 30-cu sual. Deməli, X amin turşu Y amin turşu əmələ gətirir, deməli, dipeptid. Buradan təbii ki, su da çıxacaqdır. Dedi, X amin turşunun emeri 117-dir. O birisi də 14 vahid çoxdursa, o birisi də deməli 131-dir. 131. Yəni, bunların emerləri bu şəkildədir. İndi eyni kütlə yazıb. A qram və 0,1 mol dipeptid. Burada 1 mol yazıram. İndi A bölü 117, A bölü 131 hansına işləyəcək? Kiçiklə. Kiçiklə işləyəndə o tam sərf olunur. Buradan tapıram A bərabərdir. Deməli 131-i vururam 0,1-ə 13,1. Deməli X-də 13,1 imiş. Y-də 13,1 çünki eyni kütləli deyir axı. Amma dedim Y tam sərf olunur. Niyə? Hansı kiçiksə, məsələn A bölü 117, A bölü 131 hansı kiçikdir, o tam sərf olunur. Ona görə burada Y-in 13,1-in hamısı sərf olunanda gəlin görə X-in nə qədəri sərf olur? X-in də deməli 117 bölü 131, X-in də 11,7-si sərf olur. Yəni 13,1 aydındır, çıxırıq 11,7. Bu zaman demək burada 1,4 qram artıq, yəni artıq qalan maddə burada hansı maddədir? X maddəsidir. Çünki X-in deməli emeri kiçik olacaqdır.